9-ların buraxılış imtahanından bir neçə suala da baxaq. 18-ci suala başlasaq, modal verb, yəni modal fe'l istəyir və bu sual asan sual kimi götürülür. My mother is very tired. Anam çox yorğundur. Nöqtələrdən sonra baxırıq, to gəlməyibdi, help her gəlibdi. I help her. Gəlin baxaq, birinci variantları çıxmağa çalışaq. Məsələn, burada D variantına baxan kimi çıxa bilərik, çünki kənddən sonra to işləmir. Y bəndində çıxa bilərik, çünki have-in to'su yoxdur. Burada to olmalıydı. C bəndində çıxa bilərik, might-dan sonra to işlənmir. İki variant arasında qaldıq. A və B. Bu asan test olduğuna görə düzgün variantı siz şərh bölməsində yaza bilərsiniz. A yoxsa B olduğunu. 19-cu testə baxaq. 19-cu testdə isə the information in this box taken from the internet. Burada da düzgün xəbər qoymalıyıq. Burada əsas birinci baxmalıyıq. Prepositionumuz var, in var və in-in preposition varsa sol hissəsinə baxırıq. Yəni biz xəbərimizi the information-la uzlaşdırmalıyıq. Agreement bölməsidir bu. Subject verb agreement-dir. Yəni bizim subjectimiz information olduğuna görə, mübtədamız information sayılmayan isim olduğuna görə biz ancaq tək xəbər götürə bilərik. Burada tək is-dir və was sayılır 2 və 5. Əslində bir də tək kimi götürülə bilərdik. Sadəcə burada B-si yoxdur. Will be olsaydı düzgün cavab kimi götürərdik. Ancaq burada B olmadığına görə və 3R cəmdə işləndiyinə görə, were də cəmdə işləndiyinə görə götürə bilmərik. Düzgün cavabımız 2, 5 C bəndir.